Dostlar salam. Növbəti məntiq testimizin həllinə başlayaq. Şumerlər anbarlarında istehsal etdikləri və 10 minlərlə insana bəs edəcək qədər taxıl saxlayırdılar. Cümləsində verilən fikrə əsasən aşağıdakılardan hansı düzgündür? İlk öncə onu qeyd edim ki, yuxarıda səslənən fikir, cümlədə səslənən fikir aşağıdakı ilə birbaşa əlaqədə olmalıdır. Yəni, bir-birini tamamlamalıdır. Aşağıdakı variantlarımızdakı cümlələr ayrılıqda düzgün ola bilər, amma yuxarıda səslənən, cümlədə səslənən fikirlə bağlı olmaya bilər. Keçirik A variantımıza, yoxlayaq. Şumerlərin dövründə uzun müddət davam edən acıqlar baş verdi. Ola bilər Şumerlərin dövründə uzun müddət acıqlar baş verib, davam edib. Amma onun bizim yuxarıda səslənən fikrimizlə heç bir əlaqəsi yoxdur. Çünki yuxarıda demir ki, acılığa görə, əhalinin ehtiyacına görə anbarlarda uzun müddətli taxıllar saxlanır. Yuxarıda deyir ki, istehsal etdikləri və 10 minlərlə insana bəs edəcək qədər taxıl saxlayırdılar. Ona görə də A variantı səhv variant hesab eləyirik. Bizim cümləmizlə eyni fikrə mənsub olmadığına görə. İkinci B variantında isə Şumerlərin əkdikləri taxıl həmişə bol məhsul verirdi. Bu da bəlkə tarixən Şumerlər əkib bol məhsul verib onların taxılları, amma Şumerlərin bol taxıl əkdikləri taxıldan bol məhsul verməsini yuxarıdakı fikirdə bizə bildirmir. Elə olsaydı yuxarıda deyərdi ki, Şumerlər hər il əkdiyi taxıllardan yüksək miqdarda bol məhsul götürürlər və yuxarıdakı fikrimiz elə olsaydı cümləmiz, onda B variantı düzgün olardı. Amma indi B variantının yuxarıdakı fikirlə məntiqi əlaqəsi yoxdur. Ona görə də B variantımızda səhv variant hesab edirik. C variantını saxlayırıq, D variantına keçək. D variantındakı Şumerlər yaşadıkları bölgənin ən zəngin tayfası idi. Bu fikir də yanlışdır, çünki bizə yuxarıda demir ki, Şumerlərin digər dövlətlərə nisbətən zəngin həyat səviyyəsi var idi. Yuxarıda sadəcə deyir ki, 10 minlərlə insana çatacaq taxıl saxlayırdı anbarında. Yəni 10 min insana çatacaq taxılla bölgənin ən zəngini də tayfası da ola bilmərsiniz. Ona görə D variantı da düzgün fikir deyil və üstündən xətt çəkirik. Y variantında Şumerlər ən çox taxıl becərirdilər. Bu da ola bilər, real həyatda düzgündür. Amma yuxarıdakı fikirdə demir ki, taxıl digər məhsullara nisbətən daha çox istehsal olunurdu. Və ona görə də Y variantında səhv cavab hesab edirik. C variantında isə deyir ki, Şumerlər oturaq bir tayfa idi. Deməli, yuxarıdakı fikirdən buna gəlmək olar, bu qərara gəlmək olar, amma niyə əsasən onu deyəcəm. Şumerlər anbarlarında istehsal etdikləri və 10 minlərlə insana bəs edəcək qədər taxıl saxlayırdılar. Deməli, Şumerlər anbarlarında istehsal etdikləri taxılları, 10 minlərlə insana çatacaq taxılları saxlayırdılar anbarlarında. Şumerlər oturaq bir tayfa olmasaydı, o taxılı saxlaya da bilməzdilər, o qədər insana bəs edəcəyi taxılı. Və taxılı daşımaq da çətindir o qədər insana və ambarda saxladığını deyir. Deməli, Şumer oturaq bir tayfa idi, Şumerlər ki, onlar ambarlarında 10 minlərlə insana bəs edəcəyi qədər taxıl saxlayırdılar. Və düzgün variantımız C variantı oldu. Dostlar, videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.